Ali təhsil müəssisələrində köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq çərçivəsində transfer.edu.az ali təhsil müəssisələrində tələbələrin köçürülməsi elektron portalı yaradılıb. Elektron portaldan istifadə qaydaları ilə sizi tanış edirik. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron köçürülmədə iştirak etmək hüququ yoxdur. Sistemdə işə başlamaq üçün ilk növbədə qeydiyyatdan keçmək və şəxsi səhifə yaratmaq lazımdır. Bunun üçün əsas səhifədə olan sistemdə qeydiyyat düyməsinə klik edin. Açılan bu pəncərədə prosesə başlamazdan əvvəl tələbə köçürülmə qaydaları ilə tanış olmalı və onları qəbul etməlidir. Qeydiyyatın ilkin mərhələsində sistem seçim üçün iki variant təklif edir. Birinci, Azərbaycan Respublikasının ali təhsil müəssisəsində təhsil alanlar. İkinci, xarici ölkənin ali təhsil müəssisəsində təhsil alanlar. Tələbə Dövlət İmtahan Mərkəzi vasitəsilə qəbul olunduğu halda, harada oxumasından asılı olmayaraq, qeydiyyatın ikinci mərhələsində öz şəxsiyyət vəsiqəsinin fin kodunu qeyd etməlidir. Tələbənin xarici ali təhsil müəssisəsində təhsil aldığı və Dövlət İmtahan Mərkəzi, tələbə qəbulu dövlət komissiyası vasitəsilə daxil olmadığı halda, bütün şəxsi məlumatlar əli ilə daxil edilir. Fin kodunu və ali təhsil müəssisəsinə daxil olduğu ili qeyd etdikdən sonra, tələbə barəsində fərdi məlumatlar əldə edir. Bundan sonra həmin məlumatları təsdiqləməlidir. Növbəti mərhələdə istifadəçi öz telefon nömrəsini daxil etməli və şifrəni müəyyənləşdirməlidir. Daxil edilmiş telefon nömrəsi sistemə daxil olmaq üçün istifadəçi adı kimi qəbul olunacaqdır. Nömrəni təsdiqləmək üçün SMS bildiriş vasitəsilə telefona göndərilmiş 4 rəqəmli kod daxil edilməlidir. Bununla qeydiyyat prosesi tamamlanır və istifadəçi şəxsi səhifəsinə keçid alır. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslərin akademik transkriptlə köçürüldüyü ixtisasın tədris planındakı fənlər üzrə kreditləri müqayisə olunur. Əgər tələbənin fən üzrə kredit borcu yaranarsa, tələbə həmin fənni yenidən dinləməlidir. Bu zaman tələbə həmin fəndən dərslərdə iştirak etməklə onun mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir. Növbəti mərhələdə siz sorğuların göndərilməsi və idarə olunması pəncərəsi ilə tanış olacaqsınız. Sorğunun göndərilməsi üçün tələbə təqdim olunan siyahıdakı ali təhsil müəssisəsini seçməlidir və ixtisasların qeyd olunduğu cədvəldən aidiyyatı ixtisasın qarşısındakı sorğu göndərmək düyməsini klik etməlidir. Köçürülmə üçün sorğu yalnız bir ali təhsil müəssisəsinə və bir ixtisasa verilə bilər. Seçilmiş məlumatların dəyişdirilməsi üçün cari sorğu ləğv edilməlidir. Sorğu göndərmək düyməsinə klik etdikdən sonra müxtəlif məlumat və sənədlərin yüklənməsi üçün xüsusi formaya malik yeni səhifə açılır. Bütün zəruri məlumatlar və sənədlər daxil edildikdən sonra tələbə cari və gələcək tədris planları barədə məlumat alacaqdır. Əgər tələbə xarici ölkənin ali təhsil müəssisəsində təhsil alanlar kateqoriyasına aiddirsə, bu tələbənin sorğu göndərməsi üçün seçimlər verilir. Tələbə köçürülmə səbəbini göstərməlidir. Ölkə daxili köçürülmədə xananın doldurulması mütləq deyil. Sistemdə iki standart seçim variantı mövcuddur. Səhhəti ilə əlaqədar, yaşayış yerinin dəyişilməsi. Başqa səbəb olduğu halda, istifadəçi digər bölməsini seçməli və növbəti xanada onu ətraflı təsvir etməlidir. Diqqət! Köçürülmə səbəbindən asılı olaraq, sistem əlavə sənədlərin skan edilmiş variantlarının yüklənməsini tələb edəcəkdir. Sorğu göndərildikdən sonra, istifadəçi avtomatik olaraq sorğunun cari vəziyyəti barədə məlumatı əks etdirən səhifəyə yönləndirilir. Bu pəncərədə operator sorğunu qəbul edib, cavab gözlənilir statusu müəyyənləşdirənədək istifadəçi sorğunu ləğv eləyə bilər. Nəticədən asılı olaraq operator iki statusu qeyd eləyə bilər. İmtina edilib, səbəb göstərilməklə köçürülmədən imtina olunduğu halda, təsdiqlənib, prosesin uğurla nəticələndiyi halda. Bu zaman operator köçürülmə haqqında Təhsil Nazirliyinin razılıq məktubunu sistemə yükləyir. Həmin sənəd yüklənə və ya çap edilə bilər. Səhifənin sol hissəsində şifrənin dəyişdirilməsi bölməsini görə bilərsiniz. Bu bölmədə sistemə daxil olmaq üçün şifrənizi dəyişdirə bilərsiniz. Sistemin fəaliyyəti, o cümlədən köçürülmə qaydaları ilə bağlı suallar yarandığı halda, əlaqə bölməsində yerləşən xüsusi formadan istifadə edilə bilər. Zəruri hallarda 2 MB-dan artıq olmamaq şərti ilə JPEG, PDF, doc formatında olan sənəd yükləmək olar. Sistem icraçı ilə bütün yazışmanı izləməyə imkan verir. İstifadəçinin yazışması açıq rənglə, icraçının yazışması isə tünd rənglə göstərilir. Yüklənmiş sənədlər yazışmanın aşağı hissəsində piktogramma şəklində əks olunur. Həmin piktogrammaya klik etməklə faylı kompüterə yükləmək mümkündür. Diqqət!
İcraçı ilə ünsiyyət zamanı bəzi qaydalara əməl etmək xahiş olunur. Problemi ətraflı təsvir edin, zəruri hesab etdiyiniz halda ekranda gördüyünüz səhvi skrinşot etməklə yaxud şəklini çəkməklə göndərə bilərsiniz. Müraciətinizə cavab almadan digər müraciətlərinizi göndərməyin. Birinci müraciətinizi yoxlamaq üçün icraçıya vaxt lazımdır. Müraciətlərin çoxlu sayda olması onların oxunması və cavablandırılması üçün vaxt tələb edir.